Salam, axşamınız xeyir olsun. Bugün Kür və Araz riyaziyyat 4-cü siniflər üçün riyaziyyat testindən çox rəqəmli ədədlərin B variantının izahına baxırıq. Deməli, test 4-dür. Başlayaq. Deyilir ki, modeldə təsvir edilmiş ədəd hansıdır? Yenə də qeyd edeyim, işləyirik, sonra videonun davamına baxırıq. Deməli, burada var təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi, yüzlüklər mərtəbəsi, minliklər mərtəbəsi. Hər mərtəbənin altına da üstünə yaza bilərəm, fərqi yoxdur. Təkliklər mərtəbəmizdə 3 yumru var. Onluqlar mərtəbəmizdə 1, 2, 3, 4, 5, 6 dənə dairə var. Yüzlüklər mərtəbəmizdə 2 dairə var. Minliklər mərtəbəmizdə 4 dairə var. Bu ədədi sondan 3-dən ayıraraq oxuyuram. 4263. Bu da olur B variantı. İkinci suala baxıram. Deyilir ki, 8624 ədədinin rəqəmlə yazılışı hansıdır? 8624. 8624. İndi yazandan sonra bir də oxuyuram, görürəm ki, hə, eyni şeydir. Bu da olur elə A variantı. Düzdür. Üçüncü sual. Boş xanaya uyğun ədəd neçədir? Burada deyilir ki, 4200-də neçə yüzlük var? Yəni neçə dənə 100 var bunun içində. Bunu tapmaq üçün əvvəlcində yazmışdıq. 4200-ü 100-ə bölürəm. Qalır 42 dənə. Düzdürmü? Oldu D variantı. Dördüncü suala baxaq. Deyilir ki, mərtəbə cədvəlində təsvir edilmiş ədəd hansıdır? Aha. Deməli, minliyi 4 dənədir, yüzlüyü 1 dənədir, onluğu 3 dənədir, təhliyi də 6 dənədir. Sondan 3 dənə ayırıb oxumağa çalışıram. Nə olur? 4136. Yəni C variantı. Düzdür mü? Bəli. Sonra 5-ə baxaq. Bir eləsək daha yaxşı olar məncə. Ən kiçik 5 rəqəmli tək ədəd neçədir? Həm ən kiçik deyir, həm 5 rəqəmli deyir, həm tək ədəd deyir. Yəni burada 3 dənə şərt var. Həm 5 rəqəmli olmalıdır, həm tək olmalıdır, həm də ən kiçik olmalıdır. Ən kiçik deyirsə, mənim ədədim 1 ilə başlayasıdır. Sonra 0 olmalıdır və sonrasını sıfırlar qoya bilərəm. Ancaq tək ədəd deyir. Bu, mən sonuna 0 qoysam, bu cüt ədəd olasıdır, düzdürmü? Tək ədəd olması üçün sonuna 1 qoymalıyam. 3-3 ayırıb oxusam da 10.001 cavabı düzgün olar, düzdürmü? B variantı. Şaşıb deyini götürmürük mən birinci deyən kimi. Çünki burada tək deyir. Sonu 0 olan daha tək olmur bu. Ən kiçik dediyinə görə belə götürürük. 1 qoyuruq. 6-cı suala baxaq. Deyilir ki, 45200 ədədi hansı ədəd oxununda təsvir olunmuşdur? Buna bənzəri keçən dəfə var idi. Ümumiyyətlə, hamısı oxşardı bir-birinə. 45200. 45200 variantlara baxsam, 45.000-dən 46.000 arasında yerləşir. 45200 belə bir sual verim. 45.000-ə daha yaxındır, yoxsa 46.000-ə? Düşünək. Təbii ki, 45200 45.000-ə daha yaxındır. 45.000-ə daha yaxın nöqtə hansı variantdadır? Baxın, elə burada. Görürsünüz, 45.000-ə daha yaxındır. Məsələn, burada tən ortadadır. Burada 46.000-ə daha yaxındır. Burada isə deməli, burada da 45.000-ə yaxındır əslində. Amma ki, bu 45.200-ə yox, bu nöqtə 45.300-ə uyğundur. Baxın, sanki sırayla geçsək 45.100, 45.200, 45.300, 45.400, 45.500, 45.600, 45.700, 45.800, 45.900, 46.000. Yəni, hər bir xətt bunlardan birisinə uyğun olmuş olur. Deməli, doğru cavabımız olur B variantı. 7-ci sualda nə deyilir? Deyilir ki, hansı ədəddə 9 rəqəminin mərtəbə qiyməti 90-dır? 90-dır, yəni ki, o deməkdir ki, 9 rəqəmi onluq mərtəbəsindədir həmin rəqəmdə. Çünki 90 başqa nətər ola bilər ki, düzdürmü? Məsələn, mən yazıram 392. Burada, baxın, oxuyanda belə, yəni rəqəm oxuyanda belə nə olur? 392. Gördünüz? Yəni orada mən əgər belə bir şey yazsam, 921 dedim, 900 dedim. Amma burada 90 olması üçün 9 onluq yerində olmalıdır. 9 hansında onluqdur? Baxıram. A variantında təhlik, onluq, yüzlük, minlik. 9 minlikdir. A-nı atdım.
B variantında 9 təhlikdir. B-ni də atdım. C variantında 9 təhlik 10-luq. Elə C variantıdır. 10-luq mərtəbəsi C variantında 9 10-luq kimi C variantında mövcuddur. D variantında isə təhlik, 10-luq, 100-lük, 1000-lik, 10 minlikdir. Bizə isə 10-luq mərtəbəsi lazımdır. D variantında 10-luq mərtəbəsi 1-dir. Ona görə o da yanlış olur. 8-ci suala baxaq. Deyilir ki, verilmiş ədədin sözlərlə yazılışı hansıdır? Keçən dəfə demişdim ki, bunu ağzımızdan çıxdığı formada sözlə yazaq. 3 dənə ayırdım. Demək, 3 dənə olanda 1000 deyirik də, düzdür. 20 min, 8 min, burası nədir bunun? 30, düzdürmü? Baxaq, 28 min 30, elə A variantı. Görürsünüz, eyni şeydir. 2000 olmaz, 2000 olmaz, 28 min 300. 300 olması üçün belə olmalıydı, baxın. Yazılış. Burada ama belədir. Yəni, bura 300 yox, 30'dur. Deməli, sonra 9-cu suala baxırıq. Qırmızı rəngdə verilmiş rəqəmin mərtəbə qiymətini tapın. Mərtəbə qiyməti nə deməkdir? Nədir bu? Təhlik, 10-luq, 100-lük. Yəni, mən bunu 240.863 toplayanda 8-i necə yazasıyam? 800 kimi yazasıyam. Düzdür? O da olur B variantı. Ya da burada 8 nədir? 100-lükdür. 8 100-lükdür. Mərtəbə qiymətini tapanda 8-i vururam 100-ə. Olur yenə 800. 10-cu sualda verir ki, açıq şəkildə yazılmış ədədin rəqəmlərlə yazılışı hansıdır? Bunu toplayaq. Deməli, 50.000 üstə gəlinsin. 3000, düzdür, rəqəmlər alt-alta düz yazmalıyıq. Üstə gəlinsin 500, üstə gəlinsin də 7. 0, 0, 0, 7-ni toplayanda alınır 7. 3 dənə 0 toplayanda alınır 0. 0, 0, 5-i toplayanda alınır 5. 0 ilə 3-ü toplayanda alınır 3. 5-i də düşürdüm aşağı. 3 dənə ayırdım. 53.507 oldu A variantı. Düzdürmü? Bu şəkildə yəni toplayıb yazırıq. Hə, bu qədər. Deməli oldu A variantı. 11-ə baxaq. Deyilir ki, hansı ədədin təşkilçilər sinifindəki rəqəmlərin cəmi 7-yə bərabərdir? Hə, siniflərdən keçən dəfə danışmışdıq. Keçən dəfə minliklər sinifini demişdim, amma təşviklər də demişdim. Demişdim ki, son 3 dənə təşviklər sinifidir, ondan qabaqca 3 dənə minliklər sinifidir. Necə? Məsələn, yazmışam 675.304. Bu son 3 dənə olur təşviklər sinifi. Ondan qabaqca 3 dənə olur minliklər sinifi. Keçən dəfə minliklər sinifindən idi sual. İndi son 3 dənəsi, yəni təşviklər sinifi deyiləndə son 3 dənəsini götürdük. Deməli, son 3 dənələri götürdüm hamısında. Bunların cəmi neçə olmalıdır? 7. Hansında toplayanda 7 olur? Baxıram, 2 plus 0 plus 5 bərabərdir 7. Elə cavab A variantıdır. Burada 1 üstəgəl 7 üstəgəl 0, 8 olur, 7 olmur. Burada 3 üstəgəl 5 üstəgəl 7, 15 olur. Amma bizə deyir ki, 7 olsun. Burada da 2 üstəgəl 3 üstəgəl 4 olur, 9. Bu da 7 olmur. Deməli, A variantında doğru alındı. 12-yə baxaq. Deyilir ki, mərtəbə cədvəlində verilmiş ədədin sözlərlə yazılışı hansıdır? 10 minlik mərtəbəsi 8-dir. Bunu 3-3 ayırsam necə oxunasıdır bu? Deməli, 86.041. Düzdürmü? 86.000. Buraya yazıb 401. 401 olsa belə olardı. 401. Amma 41. Deməli, 86.041. O da olur elə C variantı. Bunu yazandan sonra avtomatik yoxlaya da bilərik. Məsələn, 86.041 necə yazılır? 41. Düzdür. Mən bura çaşıb biz belə də yaza bilərik bu arada 86.041, 86.041. Belə olanda baxın 3-3 ayranda düzgün gəlib çıxır. Sonra D variantında da 86.410 yazıb 410 da olsaydı belə olardı. 410. Bu da səhvdir, düzdürmü?
oldu C variantı. İndi baxırıq. Bir dəqiqə şeyə baxırıq. 13-ə baxırıq. Deyilir ki, A ilə ifadə olunmuş ədədin təkliklər sinifindəki rəqəmlərin cəmini tapın. Deməli, baxaq. 17.200 ilə 17.210-un arasıdır. Baxaq, baxın, bu nədir? 17.000, ikisi də yaşıl oldu, bir dəqiqə. 17.201, 17.202, 17.203, 17.204, 17.205, 17.206, 17.207, 17.208, 17.209, 17.210. Bunu necə tapıram? Baxıram ki, burada 200 ilə 210-un arasından söhbət gedir. 17.000-i hələ ki qoydum qırağa. 200 ilə 210-un arasını mən necə artıra bilərəm? Burada da 10 dənə xət var. Təbii ki, 1-1. Düzdürmü? Məsələn, 5 dənə xət olsa, küt-küt gedər. İndi A-nı tapdıq. 17.205. Burada deyir ki, təkliklər sinifindəki rəqəmlərin cəmi. Təkliklər sinifi bayaq dedik hansıdır? Dedik ki, təkliklər sinifi son 3 dənədir. Bu rəqəmlərin cəmi neçə olur? 2 plus 0 plus 5. O da oldu 7. A variantı. Sonra 14-cü sual. Deyilir ki, 3, 0, 2, 6, 2, 5 rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazılan ən kiçik ədəd neçədir? Təbii ki də yazılan ən kiçik ədəd. Əslində burada yazılan ən kiçik 5 rəqəmli ədəd deməli idi. Çünki mən yazılan ən kiçik ədədi 0 da yaza bilərəm. 5 rəqəmli ədəd deməli idi variantlar əsasən. Burada ən kiçik dediyinə görə mən yəqin ki ədədə 0 ilə başlaya bilmərəm. Düzdürmü? Ən kiçik 0-dan sonra 2-dir. 2-dən sonra 0 qoyuram. Bunu keçən dəfə demişdim. Ki 0 varsa əgər 0-ı qoymuruq ən birinci. 0 ümumiyyətlə rəqəmdə başda gələ bilməz. Çünki məsələn mən yazısı olsam 0-la orada artıq məsələn 0, 2 tutaq ki deyirəm 3, 5, 6. Bu artıq 5 rəqəmli bir ədəd olmadı axı. Başda 0 gələndə sayılır. 2, 0. Sonra ən kiçik dediyinə görə azdan çoxa doğru düzürəm. 3, 5, 6. Bu ədəd oxusam necə olasıdır? 20.356. Yəni D variantı. 15-ci suala baxırıq. Burada deyilir ki, doğru bərabərliyi müəyyən edin. Baxıram. Deməli, bunun mərtəbə vahidlərini yazaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yazıb 4-ə 10 minlik. Biz də 10 minlik tapdıq. Bu düzdür. 3-ə yazıb minlik. Bu da düzdür. 8-ə yazıb yüzlük. Biz də elə yazmışıq. Bu da düzdür. 2-yə yazıb onluq, 4-ə yazıb təklik. Bunlar düzdür. Deməli, elə A variantı düz olasıdır. Sonra B variantında nə deyir? Yenə yazıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Baxıram. Deməli, 26 10 minlik, 8 yüzlük, 1 10. Yox, baxın 26 10 minlik yox. Burada 2 dənə 10 minlik var. 26 dənə yox. 26 olsa minlik yazardım. Bu da səhvdir. Qalan şeyləri düzdür. Sonra burada təklik, onluq, yüzlük, minlik, 10 minlik. 1 dənə 10 minliyi var. Düz yazıb. 8 dənə minliyi var. Düz yazıb. 2 dənə yüzlüyü var. Düz yazıb. 7 dənə onluğu var. Düz yazıb. 6 dənə təkliyi var. Bunun 6 dənə təkliyi varmı? 0 dənə təkliyi var. Deməli, burada 6 yazdığına görə bu da yanlışdır. Sonra D variantına baxaq. Burada nə deyir? Deyir ki, yenə üstünə yazıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, 3 dənə 10 minlik. Bəli, düzdür. 2 dənə minlik. Bu da düzdür. 8 dənə yüzlük. Bu da düzdür. 5 dənə onluq. Onluğumuz neçədə nədir? Baxın, altına baxıram. 1 dənədir. 1 dənə onluq. Təhliyimiz 5 dənədir. Yəni, bunların yerini dəyişik yazıb. Bura kimi düz gəlmişdik. Buradan bu yana yerləri dəyişdik deyə bu da olur yanlış cavab. Deməli, doğru cavabımız oldu A variantı. Deməli, çox rəqəmli ədədlər mövzusunda B variantına aid olan suallar da bitdi. İzahda aydın olmayan bir şey olsa qeyd etməyi unutmayın. Bundan sonra görək hansı mövzudur. Müqayisə və sıralama gəlir. Onun izahını paylaşasıyam.
İnşallah ki, həmin izahda görüşərik.